Diz artrozları. Biz nəyi diqqətə almırıq? Oynaq və oynaq ətrafı elementlər var. Xəstəlik necə əmələ gəlir? Əzələ sistemi də ən çox nə vaxt zəif olur? Oturaq həyat tərzi olan insanlarda. Duzlaşmanın əsas səbəbkarı yediyimiz qidalardırmı? Qığırdağın qidalanması yoxdur deyə özünün. O yeyilmə mərhələsində o qədər də xəstəyə ağrı vermir. İlk müayinələr nədən ibarət olur? Ayağının uzunluqları ölçsək eynidir. Sadəcə olaraq çanaqdan olan asimetriya ayağa verir qısalıq. Bioloji təbabət inteqrativ müalicə mərkəzindən dəvət olunan həkim fizioterapevt Nuriyə Əlibəyli diz artrozları barədə ətraflı danışacaq. Sağlam səhhətdə. Salam, hər vaxtınız xeyir əziz və dəyərli tamaşaçılar. Hər birinizi Sağlam Səhət verilişində yenidən xoş gördük. Bugün biz diz artrozları haqqında söhbət aparacağıq və qonağımız Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimi, həkim fizioterapevt Nuriyə Əlibəylidir. Xoş gəlibsiniz, doktor. Və indi isə keçək klinikanın təqdimatına. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi Seyid Cəfər Pişəvəri 110 ünvanında yerləşir. Memar Əcəmi metro stansiyasının yaxınlığında. Bu klinikanın Masallı, Göyçay və Sumqayıtda filialları fəaliyyət göstərir. Telefon nömrəsi 430 89 89. Eyni nömrəni 050 055 və 070-də də yığa bilərsiniz. İndi isə keçək həkimimizin təqdimatına. Həkim fizioterapevt Nuriyə Əlibəyli Azərbaycan Tibb Universitetinin Müalicə işi və Profilaktikası fakültəsini bitirib. 2008-ci ildən Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində fəaliyyət göstərir. Bu illər ərzində müntəzəm olaraq bioloji təbabət üzrə Almaniya, Kolumbiya, Rusiya, İsveçrə və Ukrayna mütəxəssisləri tərəfindən keçirilən homosiniatriya, biopunktura, akupunktura, mezioterapiya üzrə seminarların iştirakçısı olub və müvafiq sertifikatlar alıb. İstanbulda, Ankarada, İzmirdə fizioterapiya üzrə tibbi kurslar, Türkiyənin müxtəlif şəhərlərində və İtaliyanın Milan şəhərində keçirilən konfransların iştirakçısı olub. Dayaq hərəkət sistemi xəstəlikləri, fəqərarası disk yırtıqları, onurğa əyrilikləri, yastı pəncəlik, artroz, artrit, uşaqlarda serebral iflic kimi və digər xəstəliklərin fizioterapiya vasitəsilə müalicəsində uğurlu nəticələr əldə edib. Nuriyə Əlibəyli hər həftənin 3-cü günü Göyçay Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində xəstələri qəbul edir. Təkrar xoş gəlibsiniz, doktor. Xoş gördük. Mən istərdim ümumiyyətlə diz artrozları haqqında məlumat verərdiniz. Bu nə xəstəlikdir, doktor? Belə deyək də, ümumiyyətlə artroz mübadilə pozğunluğu olub, qığırdağın yeyilməsi ilə gedən bir xəstəlikdir. Yəni, burada əsas zədələnən hissə qığırdaq toxumasıdır. Belə deyək, ümumiyyətlə oynaqların üzərində, bütün oynaqlara aiddir bu, böyük oynaqlardan tutmuş kiçik oynaqlara qədər nazik bir qığırdaq səthi var ki, yəni bu qığırdaq səthi, belə deyək, zamanla müxtəlif səbəblərdən yeyilməsi nəticəsində, həmin səthin azalması, dağılması nəticəsində artroz başlayır. Və bundan sonra təkcə burada artrozda zədələnən hissə qığırdaq deyil. Çünki bilirik ki, diz oynağı özü də yəni bir mürəkkəb quruluşa malik olan bir oynaqdır. Əgər bugün biz dizdən danışırıqsa, burada əsasən 3 sümükdən, bud, qamış və patella dediyimiz 3 sümükdən ibarətdir. Və yalnız amma bu dediyim kimi, burada oynağı əhatə edən bir çox bağlar, vətərlər, əzələ, yəni belə deyək də oynaq və oynaq ətrafı elementlər var. Burada ilk qığırdağın zədələnməsindən başqa zaman keçdikcə oynaq ətrafı elementlər də zədələnməyə başlayır. Yəni bağdır, meniskdir, digər sümüklər də cəlb olunur, subxondral deyirik, yəni qığırdağın altındakı sümüyün zədələnməsi və s. kimi belə kompleks işə cəlb olunan bir xəstəlikdir. Bugün diz oynağından danışırıq, çünki daha çox zədələnməyə, travmaya və daha çox bu xəstəliyə məruz qalan oynaq statistikaya görə birinci diz oynağıdır. Yəni, biz artrozlar içərisinə baxsaq, birinci diz oynağıdır ki, bu zədələnir. Və diz oynağı özü böyük hərəkət trayektoriyasına malik olan bir oynaqdır. Buna görə də zamanla travmalardır, büdrəmələrdir, burxulamalardır. Bundan travmalara məruz qalaraq... İlk yıxılanda da dizimizdə... Bəli, birinci növbədə belə deyək də, yerə təmas elədiyimiz. İkinci növbədə bədən çəkimizin 60%-ni saxlayan bir oynaqdır. Hansı ki, bədən yükü demək olar ki, burada bud çanaqlar, diz, topuq və s. kimi oynaqların üzərinə düşür.
Çünki aşağı ətrafların artrozu, buna görə də yuxarı ətrafların artrozundan daha çox rastlanır və müalicəsi ondan daha uzun müddət belə deyək çəkir. Çünki əgər bir çiyin oynağı götürsək, burada artroz həm buna nisbətən az rast gəlinir, həm müalicəsi daha tez olur. Çünki bunun götürdüyü yük ancaq qolumuzdur. Burada isə yüklənmə və xüsusilə də əgər xəstənin çəkisi ağırdısa, bu zaman işimiz biraz da çətinə düşür. Və elə əmələ gəlmə səbəblərindən biri də artıq çəkidir. Çünki burada belə deyək. Soruşmaq istirdim. Bəli, əmələ gəlmə səbəblərindən biri artıq çəkidir və xüsusilə də burada əzələ bağ və tər sistemi zəif olarsa. Əzələ sistemi də ən çox nə vaxt zəif olur? Oturaq həyat tərzi olan insanlarda. Yəni hərəkət dinamikası azdır. Ümumiyyətlə əsrimiz, eramız belə zəmanəyə gətirib ki, hərəkət olduqca azdır. İnsanlar yalnız yürüşünə, müəyyən trinajor zala getməklə, müəyyən yerlərlə ancaq o hərəkatı bərpa edirlər. Amma bu da hər kəsdə alınırmı? Xeyr. Çünki işdən sonra hər kəs bu yürüşü, trinajor zalı bunları eləyə bilmir. Ona görə də hərəkət azaldığına görə istər uşaqlarımızda, istər böyüklərimizdə dayaq hərəkət sisteminin xəstəliyi olduqca artıbdır. Doktor, bu sualı mütləq sizə verəcəm. Bəzən bizə izləyicilərimiz yazırlar ki, mənim artıq çəkim var, həkimləri əzələn zəifdir. Necə mən zəif ola bilərəm ki, mən bu qədər çəkim var? Yox, ona bir aydınlıq gətirərsiniz. Artıq çəkiyə bəzən deyirlər mən... Bədən çəkimizin çox olması əzələ kütləsinin güclü olmasına heç bir dəlalət eləmir, heç bir əlaqəsi yoxdur. Ola bilərmi adamın çəkisi çox olsun, əzələsi zəif olsun? Bəli, ola bilir. Çəki çoxdur, əzələ yaxşıdır, əzələ sistemi yaxşıdır. Ola da bilir ki, çəki çoxdur, əzələ sistemi olduqca zəifdir. Çəki çoxdur, zaten oynaq yüklənir. Əzələ sistemi zəifdirsə, oynağı yükün iki dəfəyə vurun. Yəni buna görə də burada mütləq, başdan da dedik, ümumiyyətlə mübadilə pozğunluğudur. Az hallarda rast gəlirik ki, artroz var, çəki azdır, düzdür, belə də xəstələrimiz var. Amma çox az faiz hallardadır. Əslində, yəni belə deyək də, əksərən mübadilə pozğunluğu olduğuna görə çəki ilə yanaşı, eyni zamanda digər xəstəlikləri var. Şəkəri var, təzyiqi var, ürək problemləri var, mədə-bağırsaq problemi var. Bəs duz yeməklə bir əlaqəsi varmı, doktor? Duzla, həmin duz dediyimiz. Yox, duz yediyimiz qida ilə heç bir əlaqəsi yoxdur o duzla. Duzlaşma burada nəyə nəzərən meydana çıxıbdır? Əksər vaxt irəliləyən hallarda artıq ikinci dərəcədən biz bunu görürük. Yəni rentgen etdikdə oynağın kənarında xırda sümük, osteofitlər deyirik biz buna. Xırda sümük kalsinatları var. Mən belə başa düşürəm ki, duzlaşma dediyimiz buradan yaranıb ki, oynağınızda duzlaşma var. Bəzən elə böyük osteofitlər görürük ki, hətta o duz dağı deyirlər. Bax, belə bir şey ki, yəni iri, böyük oynağın kənarında. Amma duz deyil, hə doktor? Yox, bu yediyimiz duz, bu özü mübadilə pozğunluğudur, kalsium mübadiləsinin pozğunluğudur. Yəni lazım olan yerə belə deyək də kalsium toplaşmır mübadilə pozğunluğu nəticəsində və artrozun inkişafının nəticəsində bu osteofitlər formalaşır. Bəzən o qədər böyüyür ki, hətta onu artroskopla girib təmizlənməli olurlar. Çünki xəstənin yerişinə mane olur, yeriyəndə xırıltılar olur, xəstə ayağını açıb bükə bilmir. Bu artrozun belə deyək də rentgenoloji görünüşündə biz bunu görürük. Xəstədə tutaq ki, qığırdaq yeyilməsi var, hansı tərəfdən yaxınlaşması var, yanaşı osteofitlər var, subxondral skleroz var, artıq qığırdağın altındakı sümük toxuması zədələnib. Və bu mərhələ ən çox xəstəyə ağrı verən mərhələdir. Qığırdağın qidalanması yoxdur deyə özünün, o yeyilmə mərhələsində o qədər də xəstəyə ağrı vermir. Ona görə də biz çox az hallarda... Və heç əlamət də hiss eləmir xəstədə? Çox az hallarda erkən mərhələdə artroz müşahidə edirik. Bəzən xəstənin ayağı şişir, ora bir maye yığılır, müxtəlif menisk zədələnməsindən ola bilir, travmadan ola bilir, burxulmadan ola bilir. Xəstə heç o olmasaydı rentgenə getməyəcəkdi. Rentgen müayinəsində artıq 2-3-ə keçən bir artroz var. Bu müəyyən olunur. Amma mən baxıram ki, hazırki mərhələdə xəstəyə ağrını verən artroz deyil. Ora maye toplantısı, əlavə iltihabın qoşulmasıdır. Bəs ola bilərmi ki, doktor, belə deyək də, bir adamın heç bir diz travması olmasın, artıq çəkisi olmasın, maddələr mübadiləsində bir problem olmasın, amma sırf yaşa bağlı qocaldığına görə? Çox düzgün buyurdunuz. Bu xəstəliklərin ümumiyyətlə əmələ gəlmə səbəbində genetika dayanır. Birinci səbəb genetikdir, irsi meyillik. Siz dediyiniz kimi, ola bilər ki, həyat tərzi də yaxşıdır, tutaq ki, bir travması da olmayıb, yanaşı bir şeydir, amma genetikasında var. Bu xəstəliyin, bəzən hər yaşlı insanda artroz olması vacib deyil.
o demək deyil ki, hər yaşlanan artroz ola bilər. Düzdür, artroz ümumiyyətlə yaşlı insanların xəstəliyidir. Yəni bu belə qəbul olunubdur. Amma çox təəssüf ki, artıq digər xəstəliklər kimi bu xəstəlik də gəncləşib. Artıq 30 neçə yaşında mən bir artroz görəndə doğrudan da əvvəllər daha çox təəccüblənirdim ki, yəni bu yaşda nə inkişaf eləmiş bir artroz. Və artrozun bir xüsusiyyəti də var ki, bəzən birinci dərəcə görüb yüngül başlanğıc bir fazada deyib müalicə etmirlər. Artrozun bir xüsusiyyəti var ki, ümumiyyətlə bilmək lazımdır ki, artroz getdikcə irəliləyən və proqresivləşən xəstəlikdir. Bugün qarşısını almasaq, bir neçə il sonra artıq biz burada irəliləmiş dərəcəni müşahidə edəcəyik. Ona görə hər bir halda aşkarlandısa, həmin anda dərəcəyə uyğun, yaşa uyğun, vəziyyətə uyğun müalicə başlamalıdır. Və siz dediyiniz kimi... Müalicə ilə qarşısını almaq mümkündürmü? Əlbəttə mümkündür. Və siz dediyim kimi də, xüsusilə də genetikasında, irsiyyətində, məsələn, ən çox nələrdə olur? Kollagen 2-nin mutasiyası. Kollagen 2 hansı ki, qığırdaq toxumasının əsas strukturasıdır. Genetik olaraq həmin kollagen 2-nin çatmamazlığı, nə hər hansı bir dəyişkənliyi elə erkən mərhələdə və yaxud da ki, yaşlı mərhələdə artrozun başlamasına səbəb ola bilir. Yəni, bunu biz unutmamalıyıq və yanaşı da digər mübadilədir, endokrin pozğunluqdur, iltihabi xəstəliklərdir, revmatoloji xəstəliklərdir və s. xəstəliklər var ki, yəni bunlar özü menisk əməliyyatından sonra, xüsusilə cavanlarda bu əməliyyat məruz qalırlar. Yəni meniskopatiya, dizimdə yırtıq var dediyim xəstəliklərdir. Bunlar travmaya bağlı olan xəstəliklərdir. Adətən menisk əməliyyatından sonra da elə bir amortizasiya pozulur orqanizmdə. Dizə düşən yüklənmə artır deyə burada da erkən artroz müşahidə edə bilirik. Doktor deyir ki, bir xəstə qapınızı döyür və deyir ki, Nuriyə xanım, artıq neçə aydır dizim ağrıyır, hər gün ağır kəsici içməkdən yoruldum, axır ki, həkimə gəlməyə qərar verdim. İlk müayinələr nədən ibarət olur? Yəni təəssüflə qeyd edim ki... Diz yəni başqa səbəblərdən də ağrıya bilər, deyilmi? Təəssüflə qeyd edim ki, xəstənin əksəriyyəti o cür gəlir. Heç kim bir həftənin, iki həftənin ağrısı çox az hallarda həkimə müraciət edir. Burada mütləq birinci ağrının əmələ gəlmə, ağrını yaradan səbəbi tapmaq lazımdır. Yəni başqa səbəblərdən də ağrıya bilər, deyilmi? Əgər hər dizim ağrıyan dediyim diz artrozu deyil, hər dizim ağrıyar dediyim diz xəstəliyi deyil. Olub ki, xəstə əlində hətta müayinə ilə yanıma gəlib, deyirəm, heç sən dizini müayinə etdirməli deyildin. Bunun üçün birinci düzgün olaraq həkimə yanaşmalıydın, həkim düzgün müayinəni göndərməlidir. Və olub belə xəstə müayinə eləmişəm, xəstənin bel fəqərəsində yırtıq. Oradan irradiasiya eləyən ağrı dizə verir. Xüsusilə L3 sinir kökçüyünün sıxılması bel fəqərəsindən söhbət gedir. Onun keçmə yeri elədir ki, gəlir dizin önündən keçir aşağı. Və oradan sıxılma, onun irradiasiyası, yəni yerləşmə yeriyinə görə irradiasiya verir. Kiminsə ağlına gəlməz. Ağlına gəlmir. Soruşursan, belim ağrıyır, doktor, belim ara sıra ağrıyır, o qədər də ciddi deyil. Bundan sonra mütləq çanaq müayinə olunmalıdır. Yəni, bəzən xəstələri müayinə edirik, ayağının biri qısa, biri uzun. Doktor, mənim ayağım qısadır, deyirəm, yox, ayağın qısa deyil. Ayağının uzunluqları ölçsək eynidir. Sadəcə olaraq çanaqdan olan asimetriya ayağa verir qısalıq. Və nə baş verir? Asimetriya var, biri uzundur, biri qısadır. Uzun olan ayaq, yəni belə deyək də, orqanizmimiz elə yaradılıb ki, aşağı düşən paylanma aşağı ətrafa bərabər olmalıdır, 50-50-yə. Əgər çanaqda bir deformasiya varsa, ayaqda bir uzanlıq, qısalıq varsa, mütləq yük bölünür. 70-in 30-a, 60-in 40-a, hansı tərəf çox yüklənirsə, mütləq həmin tərəfdə xəstə dizindən və topuğundan şikayət eləyəcək ki, ağrım var. Əgər bu ağrını zamanla ötürüm, mütləq dizdə başlayacaq erkən və yaxud da yaşının hansı yaşda fərqi yoxdur, artroz. Yəni, bu ikincilidir. Var birincili, birbaşa dizin, qığırdağın özünün yeyilməsi ilə başlayan. Var ikincili, digər xəstəliklərin yol açdığı. Məsələn, uşaq vaxtı bu çananda bir displaziya olubdur, oynaq müalicəsi tam başa çatdırılmayıbdır, yenə də o problem qalıbdır. Nə baş verəcək? Yenə də dizdə yüklənmə olacaq. Yəni, bu zamanla belə deyək də, yastı pəncəlik, bəzən yastı pəncəlikdir deyə ötüb keçdiyimiz bir hal, yəni vagus deformasiyası, topuğun içə basması, bu nə verir? Oynaqda iç tərəfdən yüklənməni artırır.
Yəni daha çox bədənimizin çəkisi mediala düşür, iç tərəfə düşür. Bu da nə baş verir? Mediala düşdüyünə görə birinci olaraq başlayır medialdan oynaqlar bir-birinə yaxınlaşmağa. Yəni hətta o ayağı belə korreksiya eləyəndə artıq dizin yükünü götürmüş olursan. Yəni birinci müalicədən öncə onlara baxmaq lazımdır və hətta bəlkə artıq artroz başlayıbdır, amma səbəb digər yerlərdəndir. Ona görə də burada müalicə iki tərəfli götürülməlidir. Həm artıq verdiyi fəsad və yaratdığı səbəb. Doktor, bəs hansı müalicə üsullarını siz təklif mən edirsiniz? bizim müalicə elədim, amma onun bu çanaq asimetriyası yerindədir. Ağrısı azalacaq, amma qısa müddət sonra xəstə yenə yanıma dönəcək. Ona görə deyirlər ki, təkrar yenə ağrılar yaranır. Bəli. Doktor, bəs doğru yanaşma nədən ibarətdir? Birinci dediyim kimi, xəstənin diaqnozunu dəqiqləşdirdik. Nə edəcəyik? Bunun üçün əgər sırf artrozdan söhbət gedirsə, bir rentgen müayinəsi yetərlidir. Bizə çünki sümükdən, qığırdaqdan tam məlumat verəcək. Amma burada oynaqda bir şişkinlik xüsusilə də meniskdən şübhələnirəmsə, bunları biz ilkin olaraq test əlimizlə bilirik. Yumşaq toxuma, bağ, vətər, menisk yanaşı olaraq qoşulubsa, bu zaman bir maqnit rezonans müayinəsi mütləqdir. Lazım gəlirsə kompüter tomogramması. Yəni diaqnostikamızı elədik, müalicəmizi, belə deyək, diaqnozumuzu, xəstəliyimizi bəlli elədik və yanaşı olaraq, xüsusilə də xronik xəstədirsə, dediyim kimi çəki, şəkər, digər yanaşı xəstəliklər varsa, bu zaman qaranlıq sahə mikroskopundan, yəni biz orqanizmdə bu canlı mikroskop altında olan bir müayinədir və orqanizmdə bütün orqanizmin vəziyyətindən ilkin olaraq bizə informasiya verir, məlumat verir və bu müayinə metodu ilə də orqanizmə hardan təsir eləyəcək, bloklanma hardadır, necə təsir eləyəcək, yəni bu bizə məlumat verəcək və ikinci olaraq belə deyək, bu müalicələrin bərpası üçün burada əlbəttə nə baş veribdir? Struktur pozulubdur, degenerasiya deyirik. Yəni artroz degenerativ prosesdir. Yəni artıq struktural olaraq oynaq deformasiya olunubdur, qığırdaq toxuması dağılıbdır. Yəni dağılan bir vəziyyəti neynəmək lazımdır? Birinci prosesi durdurmaq, ikinci mümkün olduğu qədər regenerasiya eləmək. Yəni bizim əsas işimiz burada bərpa etməkdir, ağrını kəsmək deyil. Zaten biz müalicəmizi etdikcə, orada yaxşılaşma olduqca ağrı yavaş-yavaş kəsiləcək. Bəzən xəstədə elə ağrı olur ki, müalicəyə gəlib gedə bilmir, qısa müddətdə ağrı kəsicidən istifadə etmək olar. Amma burada əsas işimiz regenerasiyadır. Yəni burada regenerativ müalicədən biz integrativ tibi fərqidir, deyilmi? Əvəz olunmaz müalicədir, belə deyərəm. Yəni integrativ tibbi müalicə üsulları bilirik ki, böyük bir həlqəni əhatə eləyir. Başda akademik təbabət olmaqla bütün mikrobioloji terapiyadır, izopatik terapiyadır, homosiniatriyadır, neural terapiyadır. Burada da biz görürük həmin tablonu. Neural terapiyadır, biopunkturadır. Bu yəni xəstəyə uyğun olaraq, xəstəliyə uyğun olaraq, hansı mərhələdədir, ona uyğun olaraq həmin xəstə proqramı seçilir. Doktor, hazırda sizin də qeyd etdiyiniz kimi baxırıq cədvələ, burada bir sıra müalicə üsulları var. Deyək ki, diz artrozu problemini yaşayan xəstəyə bu üsullardan hansını tətbiq edirsiniz daha çox? Burada belə deyək də, xəstənin mütləq yanaşı xəstəliklərə ayırd edilir. Xəstə illərdə mədə bağırsaq əziyyəti çəkirsə, orada bir diskomfort varsa, mən mütləq ora təsir eləməliyəm. Çünki bağırsaq normal işləməsə, etdiyimiz müalicənin effektliyi demək olar ki, çox azalır. Ona görə də elə mikrobioloji terapiyadır, izopatik terapiyadır. Bunlardan başlayırıq. Yəni, yenə deyirəm, xəstənin vəziyyətinə uyğun olaraq dəyərləndirmək lazımdır. Və oynaq üçün ən unikal müalicə üsulu oynağın özünə olunan müalicələrdir. Artıq bunu dünya da sübut edir ki, oynağın özünə, yəni nə qədər içdiyimiz dərman, atdığımız, qəbul elədiyimiz venada parenteral olaraq, infuziya yolu ilə olaraq dərmanlar, belə deyək də, burada oynağa etdiyimiz prosedurlar qədər effektli deyil. Hansı prosedurları etmək olur inteqrativ tipdə? Bəli, burada birinci olaraq drenaj detoksikasiya, bu infuziya yolu ilə də ola bilər, peroz yolu ilə də ola bilər. Xüsusilə də autoimmun xronik xəstəliklərdə uzun müddət dərman qəbul edən, yanaşı xəstəliklər olan xəstələrdə mütləq drenajdan başlanır. Bədən, orqanizm təmizlənməlidir, mübadilə düzəlməlidir, turşu qələvi sistemi tənzimlənməlidir və yanaşı olaraq oynağa olunan iynələr, yəni ineksiyalar, hansı ki bunlar
tərkibi kollagen, qığırdaq bərpa edici, lazım gəldikdə ödem əleyhinə, iltihab əleyhinə, qan dövranını yaxşılaşdırıcı iynələrdir, ineksiyalardır. Yəni seçici olaraq həmin biotənzimləyici preparatlar bioloji nöqtələrə və oynaq içinə vurulur. Eyni zamanda PRP dediyimiz, yəni xəstənin öz plazması olan trombositlə zəngin, yəni trombositar kütlə xəstənin oynağına vurulur. Lazım gəlirsə lokal azon, eyni zamanda da bunlarla yanaşı fizioterapiya və reabilitasiya. Yəni bu kompleks müalicə xəstəyə uyğun seçilir. Bəlkə bu saydığımın hamısı bir xəstəyə tətbiq olunmasına ehtiyac yoxdur. Yəni burada xüsusilə də yeni başlamış bir artrozsa, ora bir balaca təkan versək, qan dövranını yaxşılaşdırsaq, qidalanmanı yaxşılaşdırsaq, artıq biz o yaxşılaşmanı görürük. Və çox sevindirici haldır ki, əvvəllər illərlə belə deyək də aldığımız nəticəni artıq 6 ay sonra belə deyək qığırdağın bərpası doğrudan da çox çətindir və uzun zaman istəyir. Amma artıq demək olar ki 6 ay, 8 ay və 1 il sonra nəticələrimiz sevindiricidir ki, biz orada inteqrativ tibbi müalicə üsulları sayəsində uğurlu nəticələr əldə edə bilirik. Və eyni zamanda burada yenə bayaq danışdıq əzələnin, oynağın vəziyyəti, vətərlərin vəziyyəti və reabilitasiya olduqca önəmlidir. Yəni reabilitasiya itirilmiş funksiyanın bərpası deməkdir. Xəstə nə baş verir? Elə bir robot kimi yeriyir, heç ayağını bükmədən, açmadan, çünki qatlanmır, kontraktura yaranıbdır. Burada əzələ gücünü bərpa eləmək üçün, tonusu azaltmaq üçün, kontrakturanı aradan götürmək üçün və belə deyək, oynağın hərəkətliliyini bərpa etmək üçün mütləq reabilitasiya olduqca önəmlidir, düzgün aparılan reabilitasiya. Və fizioterapiya, burada da bilirik ki, müxtəlif elektrik avadanlıqları vasitəsilə iltihab, ödem əleyhinə, qan dövranını yaxşılaşdırmaq üçün, qığırdaq toxumasının qidalanmasını yaxşılaşdırmaq üçün bir kompleks müalicə həyata keçirilir. Və ümumiyyətlə belə deyim də, etdiyimiz müalicələr hamısı qığırdağın bərpasına yönəlik müalicələrdir. Burada birinci növbədə biz onu düşünürük ki, müalicə bitdikdən sonra, dərmanlar bitdikdən sonra xəstə doktor ağrılarım yenidən qayıtdı deməsin. Yəni bu müalicə son üstünlüyü ondan ibarətdir ki, müalicə bitəndən sonra da belə hətta 6 aylarla müalicənin effektliyi davam edir. Yəni xəstə getdikcə özünü yaxşı hiss eləyir ki, bir ay öncə daha pis yerirdim, indi daha yaxşıyam, ağrılarım azalıbdır, piləkə düşüb çıxmam yaxşılaşıbdır. Yəni bu bərpa edici müalicənin üstünlüyü budur. Ona görə də mütləq xəstənin vəziyyəti, yanaşı xəstəlikləri, xəstənin həyat tərzi, bunlar olduqca önəmlidir. Əgər bir çəkili xəstə varsa, mütləq başdan mən ona nə qədər çəkini azalt desəm də o bir dəfəyə xüsusilə yaşlı adamlarda mümkün olmur. Çətin olur. Çətin olur. Ona görə yüklənmədən azad olmaq üçün mütləq qısa müddətli diz korsetlərindən və s. istifadə etmək lazımdır ki, o çəki onun üzərinə düşdükcə oradakı vəziyyət biraz da pisləşir. Buna görə də yanaşı olaraq mütləq dieta, yəni bundan ötürü nutrisioloqlar da cəlb oluna bilir, xüsusi düzgün qidalanma, nəyi, nə vaxt yeməlisən ki, bu bizə nəticə versin. Yəni belə başa düşürəm ki, bioloji təbabət inteqrativ müalicə mərkəzinə müraciət edən bir xəstə ilə bir həkim deyil, bir neçə həkim eyni vaxtda məşğul olur. Bu bir komanda işidir. Tamamilə düzgün buyurdunuz. Yəni fərqlilik odur ki, sizin həkiminiz, xəstəniz olmur, deyilmi? Burada xəstəyə uyğun endokrinoloq da işə cəlb oluna bilər, nevroloq da cəlb oluna bilər, terapevt də cəlb oluna bilər, kardioloq da cəlb oluna bilər. Yəni xəstə var ki, onun hər hansı bir, məsəl üçün, ürək problemi var. Bundan ötürü illərlə həkimə fizioterapiyaya getmir. Amma ən azından bir kardioloqun konsultasiyasını verib, həmin vaxt ürəyin vəziyyətini dəyərləndirib, mən rahatlıqla fizioterapiya verə bilirəm. Yəni artıq belə deyək, fizioterapiya doğrudan da ümumiyyətlə tibb o qədər inkişaf edib ki, hər bir xəstəliyə individual yanaşaraq fizioterapiya vermək mümkündür. Əgər fizioterapiya mümkün deyilsə, əlimizdə yenə də bu cür müalicə üsulları var ki, biz bunu həmin müalicə üsulları ilə də əlbəttə müalicə etmək mümkündür. Doktor, bəs yanaşı xəstəliyi olan pasiyentlər varsa, misal üçün şəkərdən əziyyət çəkirsə, qan təzyiqindən əziyyət çəkirsə, bu təyin etdiyiniz dərmanlar yaxud onurğaya tətbiq etdiyiniz, injeks etdiyiniz dərmanların bu yanaşı xəstəliklərə bir ziyanı olmur ki? Yox, sizə deyim ki, əksinə, ən azı drenaj detoksikasiyadan danışdım. Bu orqanizmin metabolitlərdən təmizlənməsidir.
Biz bunu qaraciyərlə veririk, limfalarla veririk, böyrəklərlə veririk. Yəni orqanizm sanki bir toksinlərdən təmizlənir və turşu qələvi balansı. Adətən xəstəliklər turş mühitdə inkişaf eləyirlər. Yəni biz biraz orqanizmi qələviləşdirsək, artıq bəzən elə olur ki, iş müalicə başlamadan ağrıların 50% azala bilir. Və xəstəliyə uyğun olaraq həmin drenajı veririk. Şəkəri varsa burada mütləq mədə-altı yəni, vəzini digər xəstəliklərə də faydası olur, tam əksinə. Və xəstə deyir ki, doktor, bəzən çox vaxt deyir ki, doktor, mən istifadə etdiyim təzyiq dərmanının dozasını aşağı salmışam, şəkər dərmanının dozasını aşağı salmışam. Yəni, orqanizm sanki, orqanizmə belə deyək də, bir təkan lazımdır ki, o qədər mükəmməl bir quruluşa malikik ki, özümüzü bərpa edə bilirik. Hər bir yaşda regenerasiya mümkündür. Düzdür, cavanlarla yaşlıların regenerasiyası əlbəttə eyni olmur, amma yaşlı insanlarda belə regenerasiyanı almaq olur. Amma nədir bloklar? Harda bizə imkan vermir ki, regenerasiya olunsun? Həmin bloklara bir balaca təkan verdik və orqanizm özünü bərpa etdiyinə görə, həmin regenerasiya qabiliyyətini işə saldığına görə, digər belə deyək, xəstəliklər, digər orqanların funksiyası yaxşılaşdığına görə orada da yaxşılaşma olur. Yəni buna görə də bəzən xəstə deyir ki, doktor, heç mən hər gün təzyiq dərmanı içirdim, artıq boynumdakı, digər lap dizimdəki artrozun olsun müalicəsindən sonra beyin qan dövranımda belə yaxşılaşma olubdur, təzyiq dərmanım qulaqdakı küy azalıbdır, təzyiq dərmanımı aşağı salmışam. Yəni burada üstünlük budur ki, orqanizmə heç bir zərər vermədən orqanizmin regenerativ qabiliyyətini işə salmaqla, onun öz resurslarından istifadə etməklə, yəni burada effekt əldə etmək mümkündür. Və ən üstünlüyü odur ki, burada belə deyək də, bu müalicə yolu ilə insan öz əvvəlki sosial vəziyyətinə dönə bilir, hərəkətliliyi bərpa olunur, öz işini normal görə bilir və ən azından da xəstəliyin bu bərpa etmə müddəti, belə deyək də, yəni aylarla davam edir. Əlbəttə, yaşlı bir insanlarda mütləq bir kurs yetərli olmur. Mütləq xəstənin vəziyyətinə uyğun olaraq 6-8 ay və yaxud da 1 il sonra təkrar müayinə və müalicəyə ehtiyacdır və xəstənin dərəcəsinə görə kontrolda saxlayırıq. Evə olan hərəkətlərdir, evə olan tövsiyələrdir, digər çatışmayan minerallardır, vitamin D-dir, kalsidir, maqneziumdur, hansı ki, qığırdağın, belə deyək də, tərkib hissəsi kollagendir, tərkib hissəsinin əsas strukturasıdır. Yəni, buna görə də bunlar da aradan götürülürsə, xəstə demək olar ki, bir müddət bundan öz sağlığına qovuşa bilir. Bəzən də olur ki, heç xəstələr var ki, biz döngəl desək də, illərindən bəli, gəlmirlər. Hər hansı bir xəstə gəlir 4 il, 5 il sonraki doktor, başqa bir nahiyəm ağrıyıb deyə gəlmişəm, orada heç bir problemim yoxdur. Yəni, orqanizmdən çox şey asılıdır. Hər kəs eyni cavab vermir. Və biz alışmışıq ki, cəmiyyət olaraq doktor, həkim bizə bir tablet versin, onu içək, həmən sağalaq. Ki, inteqrativ tibbdə davamlı bir müalicədir. Mütləq həkimi dinləmək lazımdır. Bəli. Yəni, o müntəzəm olaraq da həmin müalicələrə davam etmək lazımdır ki, nəticəsi olsun. Yoxsa elə mən 2 dəfə, 3 dəfə gəldim, onunla nəticə əldə etmək mümkün olmur. Çünki mən bəzən pasiyentlərin özlərinə də deyirəm, əgər ağrını kəsmək üçün bir tablet üçün heç həkimə gəlməyə ehtiyac yox idi. Bunu siz özünüz də eləyə bilərsiniz. Sağalmaq istəyirsinizsə, bu zaman yəni mütləq davamlı müalicə etmək lazımdır. Yəni belə deyək də, bu zaten etaplı müalicədir. Xəstə bütün ili həkimdə qalmır. Bir kursu bitdi, ən az 6 ay sonra təkrar dönə bilər. Bir vəziyyətini dəyərləndirir, bəlkə heç müalicəyə ehtiyacı yoxdur. Hər hansı bir ev üçün bərpa edici müalicə və ya tövsiyələrdən yola salırıq. Yəni buna uyğun. Burada məsəl üçün xüsusilə yaşlı adamlarda, xüsusilə erkən menopauza girən xanımlarda sümük sıxlığı azalır. Yəni bir səbəb də budur. Yəni osteoporoz dediyimiz xəstəlik var ki, sümük sıxlığının azalması ilə gedir. Bu dizdə də, butçanaqda da, boyunda da, beldə də deformasiyalar verir. Ona görə yanaşı olaraq, artrozla yanaşı osteoporozun müalicəsi aparılır etaplı olaraq və bu da belə deyək də xəstəliyin tez bir zamanda öhdəsindən gəlməyə kömək eləyir və digər nahiyələrin ağrısı. Bəzən xəstə gəlir, bir dizindən başlayır, amma baxırsan ki, 5 dəqiqənin içində 6-7 nahiyədən ağrı saydı. Bu artıq bizə bir işarədir ki, burada sümük sıxlığının azalması ola bilər. Mütləq menopauzanı soruşuruq, hansı yaşdan giribdir. Bəzən gənc xanımlarda
müəyyən problemlərdən 30-35 yaşından götürülür uşaqlıq. Ona görə də bunlar riskdir. Bunlar daha çox özünü qorumalıdır, daha çox sümük sıxlığını normal saxlamalıdır. Və buna görə də yenə deyirəm, bu kompleks yanaşmadır, xəstəliyin əmələ gəlmə səbəbləridir. Bu mütləq başından aydınlaşdırılmalıdır. Doktor, söhbətimizin bitməyinə son 3 dəqiqə qalıbdır. Mövzu ilə bağlı tamaşaçılarımıza yekun olaraq nə demək istəyirsiniz? Burada yəni yekun olaraq belə deyək də, dediyim kimi artroz proqressivləşən xəstəlikdir, irəliləyən xəstəlikdir, əlilliyə gətirib çıxaran xəstəlikdir. Çox təəssüflə qeyd edim ki, yəni buna görə də indi çox şükürlər olsun ki, uğurlu əməliyyatlar var ki, artıq 4-cü dərəcədə tamam oynaq kapsulu dağılıbdır, orada da burada bir şey eləmək olmur. Endoprotezləşmə eləyir, yaxşı çox cərrahlarımız var, vacib olan hallarda olur. Amma gəlib buna çatmamaq üçün, müalicəni vaxtında eləmək üçün mütləq oynaqlarımızı, orqanizmimizi qorumalıyıq. Sağlam həyat tərzi keçirməliyik. Yəni ən azından bu dəqiqə doğrudan da internet əsridir. Hər bir şey var orada. Yəni düzgün qidalanmadır, həyat tərzidir, daha çox ağır çəkilərlə, ağır yüklərlə əzələ hazır olmadan işləmək olmaz. Və burada oynaq ətrafı elementlər, əzələlərdir, bunları güclü saxlamaqdır. Yəni bu olduqca vacib nüanslardandır və ən əsası da ağrı başlayıbsa bu orqanizmin harayıdır. Yəni bu deyir ki, burada bir problem var. Əgər keçib getmirsə, oynağında ağrı başladı, istirahət etdin, keçib getmirsə, bu artıq onu göstərir ki, həkimə getməlisən. Və tez başlanan müalicə tez bir zamanda başa gəlir, həm belə deyək, məsrəfi az olur, həm vaxtı az olur və erkən. Amma hər bir halda buna demək olmaz ki, daha erkən mərhələ deyil, sən müalicə olunmazsan. Hər bir mərhələdə, hər bir halda, hər bir yaşda müalicə mümkündür. Sadəcə olaraq bunu vaxtında belə deyək də müraciət edib və o müalicə etaplarını keçməliyik. Tamaşaçılar, bugün bizim qonağımız Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimi Nuriyə Əlibəyli idi. Onda diqqətinizə çatdırım ki, həkim hər həftənin 3-cü günləri Göyçay Bioloji Təbabət Klinikasında xəstələri qəbul edir. Efirimiz isə davam edir.